2026-da buraxışa gedəcəksənsə, bu videonu mütləq izlə. Sizlər üçün can qurtaran, həyat qurtaran və sənin üçün tələbə biletini təmin edən möhtəşəm bir fürsət gəlir. Nədən ibarətdir bu? Elə bir proqram qurmuşuq ki, bu proqramla da sən tələbə adı qazanmasan, nə bilmirsən, evdə niyə saxlayılır bilmirəm. Baxın, deməli yanvar ayının əvvəlindən yeni bir sürət qrupu açırıq. Bu sürət qrupunda nə edəcəksən? Sürət qrupunda qoşulan kimi bütün mövzular bir tıkla hər şey aktiv olur. Yəni bu gün qoşuldun, qoşulan kimi bütün mövzuları görmüş olursan. Bitmən. Hələ bu ən belə deyək də aşağı hissəsidir. Üstə gəl, hər gün imtahana qədər hər gün canlı yayım və hətta axşam 6-da biri başlayır, 10-da biri başlayır. Hansına imkanlı olsa ona qoşulacaqsan. Bəzən bir dəfə, bəzən isə 2 dəfə canlı yayım olacaq. Mövzunu öncədən tapşıracağım sizə. Uşaqlar, bugün baxırsınız məsələn əvəzliklə say mövzusuna və yaxud sifət mövzusuna 3 mövzu. Bugün axşama qədər, məsələn, axşama tapşırıq verəcəm ki, sabaha kimi bu mövzulara baxın. Siz sabaha kimi bu mövzulara baxdınız, ondan sonra sabah canlı yayım açırıq, canlıda toplu sualları deyil, öz suallarınızdan seçmə, imtahan səviyyəsində həmin mövzularda nə düşürsə onlara bir daha toxunacaq. O testləri işlədiyimi və salam. Əgər qoşula bilməsin həmin vaxt, biz canlının qeydini, yəni linkini yenidən, yəni yaddaşda saxlayırıq, siz sonradan da olsa ona baxa bilirsiniz. Yəni imtahana qədər ən azından proqramı 2 dəfə bitirməyə şansın olur. Bu sənin əminliklə deyirəm ki, 2 il hazırlığa gedib öyrəndiklərindən qat-qat çox şeylər sənə öyrədəcək inşallah. Qoşulmaq üçün 055 597 01 51-ə yazırsınız, vəssalam gedib qoşulursunuz. Da bundan sonra, yəni birinci qruplar üçün məsələn bu həyat qurtaran bir şeydir ki, mətndən filan oradan-buradan biraz yazacaq, getdi 70-80 bal buradan yığdı, oradan-buradan biraz 200 keçdi qəbul olacaq da. Üçüncü qruplar üçün də ki, qaydalar ideal. Qısası bütün qruplar üçün möhtəşəm. Sizləri bu qruplarda gözləyirik. Hələlik sağ olun.